Bir çoxunuz əlbəttə Gürcü dilində me max, mənim var, bunu bilirsiniz, yoxmu? Me max, mənim var. Biz bunları cansızlara işlədirik, cansıza istifadə edirik. Məsələn, me max cigni, mənim kitabım var, me max qalami, mənim qələmim var və s. Həmən, baxın, bu me max, bu gələcək və keçmiş zamanda istəyirəm bugün öyrənək. Gələcək zamanda bu olur me mekneba. Me mekneba, yəni mənim olacaq. Məsələn, biri dönür deyir ki, momaval წელს ახალი ტელეფონი mekneba. Momaval წელს, yəni gələn il ახალი telefoni, yeni telefonum mekneba olacaq. Burada mekneba mənim olacaq deməkdir axı. Axali telefoni mekneba, yəni yeni telefonum olacaq. İndi keçmiş zamanda mənim var idi deyəndə necə deyirik? Bu olur memkonda. Memkonda. Məsələn, birisi dönür deyir ki, me şarşan kartuli enis axali cigni mkonda. Me şarşan, şarşan keçən il deməkdir. Kartuli enis, Gürcü dilinin axali cigni, yeni kitabı mkonda varım idi. Yəni keçən il mənim Gürcü dilinin yeni kitabım var idi. Me şarşan kartuli enis axali cigni mkonda. Daha qısa cümlə deyək. Məsələn, deyək ki, guşin qalami mkonda. Dünən qələmim var idi. Dğes qalami ar max. Bugün qələmim yoxdur. Bilirik ki, inkara götürəndə feilin qarşısında ar hissəciyindən istifadə edirik. Məsələn, mkonda varım idi. Ar mkonda yoxum idi. Max varımdı. Ar max yoxumdu. Mekneba olacaq mənim. Ar mekneba mənim olmayacaq deməkdir.